Yedirilmiş caduya qarşı. Tibbin qurucusu olan Hipokrat da deyirmiş ki, arpa suyu ən ağır xəstəliklərdə ən etkilidir qidaymış. Və hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Həzrət Əli xəstələnəndə də israrla deyirmiş ki, təlbinə çorbası bişirsin Həzrət Fatimə anamızın. Xüsusilə insanda əgər yedirilmiş sehir varsa, onun mədəsinin təmizlənməsi üçün çox böyük faydası var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu xüsusilə tövsiyə edib. Onun faydası haqqında da 2006-cı ildə Amerika Diyetisyənlər Dərnəyində də belə bir məqalə yayınlanıb ki, həqiqətən də bunun çox faydası var. Xüsusilə deyir ki, qan təzyiqinin düzəlməsində və diyetoloqların da, yəni arıqlamaqda da çox faydası var. Və Peyğəmbərimiz isə deyir ki, bu çox faydalıdır. Qəm-kədərin aradan qalxmasında, üzüntünün aradan qalxmasında bişirilmə qaydası var. Talbi ilə yazılan kimi çıxır. Telbi ilə yazılan kimi çıxır. İnternetdə var. Telbi ilə çorbası yazsınlar. Peyğəmbərimizin şifa çorbası deyirlər buna. Arpa unundan hazırlanır. Arpa unundan və ya arpa kəpəyindən hazırlanır. Süddə bişirilir. Üstəlik bal qatılıb yeyilir. Baxın, deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həyat yoldaşı, kimsə əhlimizdən, yaxınımızdan dünyasını dəyişəndə, insanlar, qadınlar toplananda, başsağlığından sonra, insanlar evinə gedəndən sonra və xüsusilə deyir, təlbi ilə yeməyini bişirərdi. Çünki Peyğəmbərimiz buyurur ki, o insanın qəlbində olan qəm-qüssəni aradan qaldırar, kədəri aradan qaldırar. Vitaminlər hocam nə qədər? Bəli.